Rayonda sürücü işi var yoldaşlar. Rayonda sürücü işi var. Mən sizə rayonda olan bir neçə sürücü vakansiyasından bəhs etmək istəyirəm. Bunlar aslında Sabirabadda var, Gəncədə var və digər rayonlarda olmalıdır. Mingəçevirdə, Salyanda da olmalıdır. Gəlin ilk öncə yük maşın sürücüsü işindən başlayaq. Oba marketdə var yoldaşlar. Yük maşın sürücüsü işi Mingəçevirdə var. Həmin Oba marketin həm Bakısında var, həm Salyanında var. Bundan əlavə mən sizə digər şirkətlər olan işdən də bəhs etmək istəyirəm. Misal üçün, Asor qrupda 1000 manatlıq ekspeditor işi var. Əslində 1000 manat deyil yoldaşlar. Belə ki, əmək haqqısı 700 manatdır Bakı üzrə, amma əlavə bonusu var 800 manat, o da rayon üzrədir. Yəni bu da eləyir 1500 manat. Amma bundan əlavə başqa bir bonus da var. O da əlavə satışdan faiz hesablanaraq. Bu da eləyir 1500 manatdan yuxarı qazanc. 30-45 yaşlı olmalısınız, ATV sürməyə bacarmalısınız, satış sahəsində təcrübəniz olmalıdır, BS kateqoriyanız olmalıdır, heç olmasa bu sahədə 1 illik iş təcrübəniz olmalıdır. Hansı sahə idi bu? Ekspeditor sahəsi idi. Bu arada Oba marketdəki yoldaşlar, mağazalar arası transfer mütəxəssisi Gəncə vakansiyası 900.000 manatlıq bir vakansiyadır, xəbəriniz olsun yəni. Dəyəri daha doğrusu o qədər miqdardadır. Bir də yoldaşlar, Gəncədə var, amma bu tam olaraq sürücü işi deyil. Tam olaraq sürücü işi deyil. Özə sizi uzun müddətli də götürürlər. Belə ki, müvəqqəti bir işdir. Böyük ehtimal hər hansısa bir şəxs məzuniyyətə çıxıb, və yaxud da analıq olmayacaq. Yəqin ki, atalıq olacaq. Çünki analıq məzuniyyəti o qədər uzun çəkməyəcək. Tibbi nümayəndə işidir. Müvəqqəti xidmətə istəyir, ali tibbi təhsil tələb edir, sürücülük vəsiqəsi tələb edir, ofis proqramlarından yaxşı istifadə bacarığı tələb edir. Bax, belə bir vakansiya var, Server Research qrupdadır, Gəncədə də var. Bir də başqa nə var? Başqa misal üçün yük maşını mən sizə dedim, obada olan. Sürücü işi Sabirabadda var, Prime Cordunda, xəbəriniz olsun. Sürücü işi Sabirabad və sürücü deyil də, bölgə müdür də, amma yəni sizə sürücülük bacarığı da tələb edirdim, sizinlə paylaşıram ki, bəlkə aranızda kiminsə satış bacarığı var. Sabirabad və Lənkəran üzrə bölgə müdürü vakansiyasıdır, FAB-dadır, FAB qrupdadır. 2500 manat əmək haqqısıdır, üstəgəl bonuslar da var, ondan əlavə. Şəxsi avtomobiliniz varsa, 25-40 yaşlısınızsa, satış sahəsində minimum 5 illik iş təcrübəniz varsa, düşünmək olar o vakansiyaya müraciət etmənizi. İşlərdən bir qismini mən sizdən bəhs etdim yoldaşlar, amma bu demək deyil ki, olan işlərlə ancaq bunlardan ibarət idi. Mən sadəcə bir qismini sizə bəhs etdim. Bu işlərdə müraciət etməkdə dəstək istəyirəm. Digər işlərlə də tanış olmaq istəyirsinizsə, ümumiyyətlə iş tapmanızda səhvini çəkirsinizsə, onunla bağlı əlaqə vasitəsilə mesaj yaza bilərsiniz. Əlaqə vasitəsi kanalda qeyd olunubdur. Siz bu videonu harada görürsünüz? TikTokda mı görürsünüz, YouTube'da mı görürsünüz, bilmirəm. Harada görürsünüzsə, orada Toğrul Rəzəvat sözünə toxunaraq kanala daxil ola bilərsiniz və orada kanala daxil olduqdan sonra diqqət eləsəniz əlaqə vasitəsi var. Əlaqə vasitəsini görməyə bacarmayanlar da elə videonun altında şərh yerində, rəy yerində, komment yerində əlaqə vasitəsini yazıb soruşa bilərlər.